İmtahan stresini azaltmağın 5 yolu. İmtahan yaxınlaşanda bilirəm, həyəcan artır və diqqəti toparlamaq çətinləşir. Amma bunu azaltmağın yolları var. Birinci yuxu rejimidir. 7-8 saatlıq yuxu həm yaddaşın möhkəmlənməsinə dəstək olur, həm də ki stresi azaldır. İkinci imtahana az qalmış sınaq testlərinə üstünlük verin. Bu qorxunu azaldıb özünə inamı artırır. Üçüncüsü təmiz havadır. Gündəlik 20-30 dəqiqəlik piyada gəzintilər stresin azaldılmasında çox effektivdir. Dördüncü, stres gələn anda dərindən nəfəs alın. Beşincisi, pozitiv fikirləşin. Araşdırmalar göstərir ki, özünə inanan şəxslər imtahan zamanı daha yaxşı nəticələr göstərir. İmtahan həyəcanını təbii şəkildə aradan qaldırmaq istəyirsinizsə, Qabafoz tableti sizə bu prosesdə dəstək olacaq. Qabafoz bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibindəki maddələr diqqəti qüvvətləndirir, yaddaşı və qavramanı yaxşılaşdırır, yuxu keyfiyyətini artırır, imtahan həyəcanını azaldır, üstəlik yaşlılarda beynin qocalmasının da qarşısını alır. Qabafozun tərkibindəki təbii maddələr beyin və sinir sistemini dəstəkləyir, asıllıq yaratmır, orqanizmi öz normal halına geri qaytarır. İstifadə qaydası isə 12 yaşdan yuxarı şəxslər gündə 1 tablet, 18 yaşdan yuxarı şəxslər isə 1-2 tablet qəbul edə bilər. İtaliya istehsalı olan Qabafoz tabletini bütün apteklərdən əldə edə bilərsiniz.